İlahi, bu orucluğu bizə axırıncı orucluq qərar vermə. İlahi, bu gecə rəhmət gecəsində şəhidlərimizi yad edirik. Biz bu müharibədə şəhidlərin qanı hesabına ordumuzun gücü ilə qələbə çaldıq. İlahi, sən and verirəm, İmam Hüseyin əleyhissalama, şəhidlər sərvərinin hörmətinə, şəhidlərimizi elə bu gecə İmam Hüseyin ağaya qonaq elə. Şəhidlərimizin müqəddəs ruhun bizə duası qərar ver. İlahi, qiyamətdə bizi onların o pak vücudunun qarşısında xəcalətdə eləmə. İlahi, sən and verirəm şəhidlərimizin ehtiramına, onların ata-analarına, ailələrinə, həyat yoldaşlarına, balalarına səbir mərhəmət elə. İlahi, torpaqlarımızın azadlığı uğrunda canını sipər eləmiş qazilərimizi, ordumuzu ağla gələn, gəlməyən bəlalardan hifz elə. Yaralı əskərlərimizə, zabitlərimizə, qazilərimizə şifa-i acil mərhəmət elə. İlahi, sənin yanında ən şərafətli ölüm olan şəhadəti bütün arzusunda olanlara bizə qismət elə. İlahi, Azərbaycanımızın bayrağını dünyanın hər yerində uca elə. Bu torpağı, bu milləti, bu xalqı, bu dövləti ağla gələn, gəlməyən bəlalardan